Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 11-ci siniflər üçün nəşr olmuş topludan sual cümlələrindən 3-cü başlıq, yəni düzgün sual strukturu seçmək testinin bir neçəsini izah eləyəcəyik. Əvvəlcə onu qeyd edim ki, testdə bizdən düzgün sual strukturu soruşur. Ona görə də əvvəlcə gəlin həmin qayda ilə tanış olaq. İngilis dilində sual cümləsi sual sözü ilə başlayır. Sual sözündən sonra qətiyyən mübtəda qoymaq olmaz. Sual sözündən sonra ya köməkçi feil, sonra mübtəda, sonra xəbər gələ bilər, ya da birbaşa xəbər işlənə bilər. Xəbər olan cümlələr who və what ilə başlayan sual cümlələrdir ki, onlar mübtədaya sual verir. Və əgər cümləmizdə do ya da does ya da did feili varsa, bu feillərdən sonra gələn bundan sonra birbaşa feil qoymaq olmaz. Ondan sonra ya mübtəda ya da not gələ bilər. Ondan sonra isə gələn feil mütləq anadan gəlmə olmalıdır. Yəni nə is, nə ed, nə də ing qəbul edə bilməz. Və feil kökündən dəyişmiş keçmiş formada da qətiyyən ola bilməz. Və will qaydasını da sizin üçün qeyd edeyim. Willdən sonra biz feili də anadan gəlmə qoyuruq. Yəni feil nə is, nə də ed, nə də ing qəbul edə bilməz. Çünki will gələcək sadə zamanda və will ilə düzələn feillər mütləq və mütləq sadə formada yazılmalıdır. İndi isə gəlin test izahlarına keçək. Bu qaydalardan istifadə edərək siz testləri özünüz də sərbəst şəkildə yaza bilərsiniz. Ona görə izah etmədiyim testləri mütləq və mütləq bu qaydalar əsasında özünüz yazmağa çalışın. Bütün izahlara baxaraq heç nə əldə etmək mümkün deyil. Gəlin indi birinci testə baxaq. How long sual sözümüzdür. How longdan sonra birbaşa demişdik mübtəda gəlməz. B variantında birbaşa mübtəda gəlib deyə yanlışdır. Do, does, diddən sonra gələn feil anadan gəlmə olmalıdır. Burada C variantında did slept olub yanlışdır. D variantında did sleeps olub yanlışdır. Y variantında bilirik ki was özü to be-nin formasında həmin cümləyə qətiyyən bin işlətmək olmaz. A variantı doğrudur və how long da birbaşa bitmiş zamanın sual sözüdür. How longdan sonra has the baby been sleeping gəlib. Uşaq nə qədər zamandır ki yatır. İndi isə gəlin baxaq 3-cü testin izahına. Burada bizə when verilib və cümləni when-lə bölürük. Demişdik ki, heç bir sual sözündən sonra mübtəda gəlməz. A-da they və D-də they, Y-də isə the new products gəlib deyə yanlışdır. Qalırıq B və C variantları arasında. B variantı doğrudur, çünki when-dən sonra birbaşa köməkçi, sonra mübtəda xəbər gəlib, doğrudur. C-də isə will bring birbaşa xəbər gəlib. Bilirik ki, when-dən sonra birbaşa xəbər gəlməz. Əgər cümləmizin sual sözü who ya da what olsaydı, biz ora will bring, yəni birbaşa xəbər gətirə bilərdik. İndi isə gəlin 4-cü testə baxaq. 4-cü testdə why-dan yenə cümləni bölürük. Demişdik ki, heç bir sual sözündən sonra birbaşa mübtəda gəlməz. A variantında mübtəda gəlib və Y variantında mübtəda gəlib. Sonra do, does, diddən sonra gələn feil sonra anadan gəlmə olmalıydı. Do və causes olmaz, cause olmalıydı. C və D variantları arasında qalırıq. C variantında birbaşa xəbər gəlib. Bilirik ki, why mübtədanın sualı deyil və ondan sonra birbaşa xəbər işlətmək olmaz. Ona görə cavab oldu D variantı. 6-cı testə baxırıq. Yenə why verilib sual sözümüz. Dedik ki, sual sözündən sonra mübtəda gəlməz. B-də you gəlib və D variantında mübtəda gəlib deyə yanlışdır. Sonra why-dən sonra birbaşa will witness gəlməməlidir. Çünki will witness şahid olacaq deməkdir. Və isə mübtədanın sualı deyil ki, ondan sonra birbaşa xəbər gəlsin. C variantı doğrudur. Where will you witness? Sən harada şahid olmusan? C variantı doğrudur. Y variantında isə willdən sonra görürsünüz ki, feil S-lə yazılıb, qətiyyən yazıla bilməz. Willdən sonra gələn feil mütləq anadan gəlmə olmalıydı. İndi isə baxaq 9-cu testin izahına. What verilib bizə, whatdan sonra birbaşa xəbər işlətmək olar. Ona görə A variantına toxunmuruq. What inspired you? Nə səni ruhlandırdı? Bu doğru ola bilər. Saxlayırıq. B variantında inspired'dan sonra you did gəlib. Ona görə bu yanlışdır. Çünki artıq burada mübtəda, yəni sual sözü sonra xəbər gəlibsə, sonra artıq digər nitq hissələri sırayla düzüləndə ora köməkçi feilə ehtiyac yoxdur. C variantında da what inspired did yazılıb. Burada da did yanlış verilib. D variantında diddən sonra birbaşa feil gəlməz, yanlış verilib. Y variantında isə yenə artıq sual strukturu whatdan sonra mübtəda gəlibsə, sonra did gəlməyinə ehtiyac yoxdur. Cavab oldu A. Tərcümədə deyir ki, səni nə ruhlandırdı nəsə etməyə. Ona görə cavab olur A variantı. 12-ci testin də izahına baxırıq. Whatdan sonra birbaşa made gələ bilər. A variantını saxlayaq. B variantında diddən sonra birbaşa made gəlməz. C variantında what gave up you. What gave up you nə give up elədi. Yəni nə tərk etdi, nə təslim oldu. Bu mənada uyğun gəlmir. Çünki whatdan sonra xəbər gələr, amma gərək həmin what, həmin işi özü icra eləsin. Yəni bu xəbər bu what tərəfindən icra olunsun. Ona görə C variantı yanlışdır. D variantında diddən sonra gələn feil gave yox, give olmalıydı. Yanlışdır. Y variantında isə diddən sonra birbaşa feil gəlməz. İndi isə baxırıq 15-ci testin izahına.
izahına how did the contestant feel? Deyir ki, müsabiqədəki adam, yarışçı necə hiss etdi? Bu doğru ola bilər. Saxlayaq. B variantında how-dan sonra birbaşa fet gəlməz. Çünki how mübtədanın sualı deyil. Who və what-da birbaşa xəbər gələr. C variantında heç bir sual sözündən sonra birbaşa mübtəda gəlməz. C və D variantı da buna görə yanlışdır. E variantında isə has mübtəda, sonra isə fiil yox, felt olmalıydı. Çünki biz bilirik ki, has varsa gələn feilimiz mütləq P2 olmalıdır. Yəni feilin 3-cü formasında olmalıydı. Ona görə cavab oldu 15-də A variantı. İndi isə baxaq 18-ci testin izahına. What'dan sonra does və birbaşa feil gəlib olmaz. B variantında diddən sonra birbaşa feil gəlib. C variantında what'dan sonra has you brought, what has you brought to this dangerous location? You'ya has qoymaq olmaz. You'ya have olmalıydı. Ona görə bu yanlışdır. What brought you to this dangerous location? Səni bu təhlükəli yerə nə gətirdi? Nə gətirdi səni? Bu doğrudur. Y variantında isə what has bring you? Bring yox, brought olmalıydı. Yanlışdır. Ona görə cavab oldu D variantı. 20-ci testin izahına baxırıq. Who'dan sonra birbaşa xəbər gələr və yadımızda saxlayırıq. Have-dən, has-dən sonra mütləq feilin P2 forması lazımdır. Yəni break sındırmaq, broke sındırdı. Yəni keçmiş sadə zaman, broken isə P2. Yəni bitmiş zamanlarda istifadə etdiyimiz düsturdur. Burada isə variantında yazıblar has broke. Has broke yox, has broken olmalıydı. B variantında diddən sonra birbaşa feil gəlib. C variantında has'dan sonra break yox, broken olmalıydı. D variantında broken sərbəst şəkildə cümlədə xəbər ola bilməz. O have-lə birləşərək xəbər ola bilir. Ona görə D variantı da yanlışdır. Have-lə birləşməli idi. Y variantı isə doğrudur. Who broke the rule? Kim qırdı qaydaları? Cavab oldu Y variantı. 24-cü testə baxırıq. 24-də bizdən soruşulub. Diddən sonra creature, yadımızda saxlayırıq, xəbərin sualıdır bu. Xəbər sualı belə olur. What'dan sonra gəlir köməkçi feil, ondan sonra gəlir mübtəda, sonra isə do feili gəlməlidir ki, biz nə etmək tərcüməsini verə bilək. Yəni, biz bura bir köməkçi feil qoymuşuq did. Creature'dan sonra görürsünüz, burada xəbər yoxdur. Ona görə bu variant yanlışdır. B variantında da eyni qaydadır. Burada do gəlibsə, burada da bir feil olmalıydı. Ona görə B də yanlışdır. C variantında did gəlib, burada feil var, amma bilirik ki, diddən sonra gələn feil do şəklində olmalıdır. Yəni, anadan gəlmə olmalıydı. Ona görə bu da yanlışdır. D variantında diddən sonra yenə dan gəlib, dan yox, do olmalıydı. Bu da yanlışdır. E variantı isə tamamilə doğrudur. Buna bir daha qeyd edirəm. Bu mübtədanın, daha doğrusu xəbərin sualıdır. Xəbər sualı strukturca what köməkçi mübtəda xəbər formasında işlənir. İndi isə baxırıq 24-ü dedik, 27-ci testin izahına. V-dən böldük, birbaşa mübtəda gəlməz, D-yə getdi. Do does diddən sonra gələn feil anadan gəlmə olmalıdır. Grow feilini tanıyaq. Grow feili anadan gəlmə formadır, yəni feilin birinci formasıdır. Bunun grave forması keçmişdir. Grown forması isə bitmiş, yəni P2 formasıdır. Do does diddən sonra mütləq biz bunun birinci formasından istifadə edirik. Ona görə B variantında did grow, C variantında do grow'un çıxır, cavab olur. A variantı da sən uşaq olanda harda böyümüsən. Cavab oldu A variantı. 27-ni də izah etdik. İndi baxırıq 31-ci testin izahına. V-dən sonra birbaşa mübtəda gəlib B-də və C-də və Y-də. Diddən, do does diddən sonra gələn feil adi olmalıdır. Burada went yazılıb səhvdir. Cavab oldu D variantı. 39-cu testə baxaq. Who-dan sonra gəlib birbaşa xəbər yoxdur. İndi hissə isə baxaq. Who-dan sonra gave gəlib birbaşa xəbər gələ bilər. Doğrudur. Diddən sonra gave gələ bilməz. Yanlışdır. D variantında da did gave verilib yanlışdır. Yəni do does diddən sonra birbaşa feil yox, köməkçi mübtəda xəbər, daha doğrusu mübtəda xəbər gəlməli idi. C və D Y variantları arasında qalırıq. C-də yadımızda saxlayırıq. Who mübtədanın sualıdır və biz mübtədaya sual verəndə, yəni who ya da what verəndə ondan sonra gələn xəbər tək olmalıdır. Çünki biz mübtədanın neçə nəfər olduğunu bilmirik. Deyir ki, kim verdi mükafatı? Kimlər də ya da kim də olsa biz bunun neçə nəfər olduğunu bilmirik. Ona görə biz bunu həmişə tək götürməliyik. Yəni gives olmalıydı. Ümumiyyətlə səhvdir. Çünki given deyə bir xəbər yoxdur. Give var, gave var, gives var. Amma given deyə bir xəbər işlətmirik. Ona görə burada cavab oldu A variantı. 47-ci testində izahına baxaq. 47-də bizdə yenə who verilib. Diqqətli olaq. Who'dan sonra did brought qətiyyən olmaz. Diddən sonra feil gəlməz. Y'də də does'dan sonra birbaşa feil gəlməz. B variantı doğrudur. Kim gətirdi? Swim finsləri B variantı doğrudur. Üzgəçlər deyir. Kim gətirdi? C variantında who'dan sonra bring yox, brings olmalıydı. Əvvəlki testdə qeyd etmişdik ki, who'dan sonra gələn xəbər mütləq tək olmalıydı. D variantında isə kim gətirildi? Yox, kim tərəfindən gətirildi olmalıydı. Brought swim finsdən sonra və cümlədən isə sonda by olmalıydı ki, bu cümlə məhsulda ola bilsin. Ona görə cavab oldu B variantı.
54-cü testdə də baxaq. What verilib, whatdan sonra bilirik ki, mübtəda sualı olarsa birbaşa xəbər, tamamlığın sualı olarsa birbaşa köməkçi mübtəda xəbər olmalı idi. İndi baxaq variantlara. A variantında did she share in the blog, nəyi paylaşdı o? Bu doğrudur, köməkçi mübtəda xəbər gəlib. B variantında what shared she, yox. Şey artıq bu cümlədə mübtədadır deyə did she shared olmalı idi. Ona görə bu yanlışdır. Yəni bunu Lori dedə belə qeyd edim ki, what mübtədadırsa mütləq ondan sonra cümlədə başqa mübtəda olmamalıdır. Gördüyünüz kimi burada başqa mübtəda var. She. Bax, o forma olmamalıydı. Baxın, bu şey olmamalıydı cümlədə. Ona görə bu yanlışdır. C variantında diddən sonra ed verilib. D variantında do yox, does olmalıydı. Çünki she üçüncü şəxsin təkidir. Y variantında isə doesdan sonra ed vermək olmaz. Cavab oldu. A variantı tərcümədə deyir ki, o nəyi paylaşdı. 56-cı testə baxırıq. Who'dan sonra birbaşa xəbər verilib. Bu yanlışdır. Who does that cottage belong to? Kimə məxsusdur bu cottage? Bu doğrudur. 3-cü testdə whomdan sonra birbaşa zət gəlib. Yanlışdır. 4-cü testdə whom tamamlığın sualıdır. Birbaşa xəbər işlətmək olmaz. 7 isə doesdan sonra birbaşa feil qoymaq olmaz. Cavab oldu. B variantı tərcümədə deyir ki, bu kotej kimə məxsusdur. İndi isə 62-ci testin izahına baxırıq. Sual sözümüz why-dır. Why-dan sonra birbaşa you gələnləri çıxırıq. Birbaşa xəbər də gəlməz. Çünki o mübtədanın sualı deyil. Cavab oldu. C variantı. Why don't you want to understand me? Sən məni niyə başa düşmək istəmirsən? 67-ci testin izahına baxırıq. What'dan sonra birbaşa does, sonra we have gəlib. Bu struktur diqqətli olsaq, what does we işlədə bilmərik. Çünki does we qoymaq olmaz. Do we olmalıydı. B variantında what do we have an advantage in this project? Bu cümlədə cümlənin tərcüməsi uyğun gəlmir. Çünki deyir ki, bizim var avantajımız bu layihədə. Bir də deyir nə? Demək istəyiriksə hansı avantajımız var? Bu zaman biz advantage sözünü qoymalıydıq what'dan sonra. Ona görə B variantı səhvdir. C variantında what advantages do we have in this project? Bu struktur tamamilə doğrudur. Hansı avantajımız var bizim? D variantında what advantage have we yox, do we have olmadı. Çünki have-dən başqa feil yoxdur, sonu mübtədanın önünə gətirmək olmaz. Y variantında isə do has yox, do have olmalıydı, yanlışdır. 70-ci testin də izahına baxaq. Whose salary, kimin maaşı? Did the manager rise? Bir doğrudur. 2-də diddən sonra birbaşa feil yazılıb, olmaz. 3-də whose salary'dən sonra birbaşa mübtəda gəlib, olmaz. 4 isə doğrudur, kimin meneceri qaldırdı maaşı? Bir düzdür. Cavab oldu 1, 4, A variantı. İndi isə baxaq 77-ci testin izahına. Gördüyünüz kimi burada what verilib və what'dan cümlənin sonunda for verilib. Demək ki, bu artıq tamamlığın sualıdır. Ona görə birbaşa xəbər gəlməməli idi və what'dan sonra birbaşa mübtədaları birinci silək. Sonra birbaşa xəbər gəlməməli idi. D variantını silək. Diddən sonra gələn feil aid olmadı. You said olmaz. A da gedir. Cavab olur. C variantı tərcümədə deyir ki, what did you use the chill paper for? Sən də chill istotunu nə üçün istifadə edirsən? 83-cü testə baxsaq, why verilib, why-dan sonra birbaşa did the boy cry? Oğlan niyə ağladı? Səyahət boyu bir doğrudur. B variantında she var deyə does olmalıydı. C variantında V-dən sonra birbaşa mübtəda gəlməz. D-də does-dan sonra feil gəlməz. Y-də isə boy üçüncü şəxsin təki olduğu üçün do yox, does olmalıydı. Ona görə cavab olur A. 85-ci testə baxırıq. When-dən sonra birbaşa mübtəda gəlməz. B variantında whose sandwich is on the table? Kimin sandviçi stolun üstündədir? Bir, B variantı doğrudur. How many yogurtdan bölsək birbaşa you gəlib, yanlışdır. Does'dan sonra D variantında receive et yox, receive olmalıydı. Y variantında isə do'dan sonra gələn feil held yox, hold olmalıydı. Yadımızda saxlayırıq. Hold feilin adi forması, held isə onun keçmiş zaman formasıdır. Ona görə held yox, hold olmalıydı. Cavab oldu B variantı. İndi isə 90-cı testə baxaq. 90-da whose homework, kimin ev tapşırığı? Deyir ki, kimin ev tapşırığı edildi? Was you done? You'ya was qoymaq olmaz, were olmalıydı. B variantında whose does this trophy belong? Whose'dan sonra qeyd etmişdik ki, isim olmalıydı. Ona görə bu da yanlışdır. C variantında da whose'dan sonra isim olmalıydı. D variantında whose backpack'dən sonra birbaşa mübtəda gəlib, köməkçi mübtəda xəbər olmalıydı. Y variantında isə whose shoes are lying on the mat? Bu doğrudur. Deyir ki, kimin ayaqqabısı oradadır. Daha doğrusu qəbənin üzərindədir. İndi isə baxaq 99-cu testə. Bütün sual sözlərimiz why-dır. Why-dan sonra birbaşa he gəlməz, çıxırıq. Why-dan sonra birbaşa xəbər gəlməz. Will deny xəbərdir deyə çıxırıq. Əgər who what olsa bunu saxlaya bilərdik. Cavab oldu 1, 3. Baxırıq, why did he deny? O niyə imtina etdi? Why will he deny? O niyə imtina edəcək? Ona görə cavab oldu 1, 3.
İndi isə baxaq 101-ci testlərə. Açıq tipli testlərdə mütləq diqqət edin. Hər bir nüansa çox diqqətli baxın ki, nə səhvdirsə artıq burada variant üzərindən seçmirsiniz. 101-ci testə baxırıq. 1-də what inspired the student? Nə ruhlandırdı şagirdləri? Bu doğrudur. 2-də diddən sonra birbaşa feil gəlib, yanlışdır. 3-də what will inspire the student? Nə ruhlandıracaq şagirdləri? 3 doğrudur. Amma bir daha diqqətlə baxaq. What inspired? Başlayın. Burada inspired olub olmamalıydı. Will'dən sonra inspired işlənməməliydi. Inspire olmalıydı. 4 isə doğrudur. Will inspire burada doğru verilib. Cavab oldu. 1, 4. Diqqət edin. Will varsa ondan sonra gələn feil mütləq adi olmalı. Yəni o feil s, ed ya da ing qəbul edə bilməz. İndi isə baxaq 104-cü testin izahına. Yine açıq tipli testi. What'dan sonra did the scientist prove? Nəyi sübut etdi alim? Burada bir doğrudur. What was proven the scientist? Nə sübut edildi alim? Alim tərəfindən olsa yenə düz olardı. Bu struktur yanlışdır. 3-də what experiment did the scientist conduct? Deyir ki, alim hansı eksperimenti apardı? 3 doğrudur. 4-də isə hansı eksperiment apardı? Eksperiment özü apara bilməz deyə birbaşa xəbər işlətmək olmaz. Xəbərə diqqət edin, həmin mübtəda həmin xəbəri icra edərsə seçin. 109-cu testə baxaq. 109-da 1-ə baxırıq. Why-dan sonra did, sonra the organization forbid. Niyə organization qadağan etdi plastik butulka istifadəsini? Bir doğrudur. Niyə plastik butulka istifadəsi qadağan olundu? 2-də doğrudur. 3-də diddən sonra forbade yazılıb, forbid olmalıydı. Bu da yanlışdır. 4-də isə was-dan sonra gələn feil mütləq ya P2 ya ing olmalıdır. Çünki organization imtina etdi deyiriksə ing qoyuruq, yox imtina edildi deyiriksə bu zaman isə biz ora qoyuruq forbidden. Ona görə 4-də yanlışdır. Cavab oldu 1-2. 112-ci testdə də baxırıq. Who-dan sonra nə olar dedik? Gave olar. Gives də olar. Çünki xəbər tək olmalıydı. 3-cü testdə diddən sonra give olmaz. 4-cü testdə isə does'dan sonra birbaşa give qoymaq olmaz. Ona görə cavab oldu 1-2. İndi isə baxırıq 116-cı testə. 116-da bir də soruşur bizdən where did they find? Onlar harda tapdılar sübutu? 1 doğrudur. 2-də will they find? 2 də doğrudur. 3-də will'dan sonra found it yazılıb. Yanlışdır. Will'dan sonra adi olmalıydı. 4-də isə where will they found evidence of the adoption? Bu testdə 1-2 doğruydu və 4-də where will they found? Onlar harda tapacaqlar? 2 ilə 4-ün strukturu tamamilə found keçmiş zamanda, ona görə yanlışdır. Cavab oldu 1-2. 117-ci testə baxırıq. 117-də who built bir düzdür. 2-də did build olmaz. 3-də who will build düzdür. Kim tikib. 4-də isə kim tikilib deyə bilmərik. Yenə burada mübtəda what olsaydı deyərdik nə tikilib, amma kim tikilib demək olmaz. Ona görə cavab oldu 1-3. İndi isə 122-ci testin izahına baxırıq. What'dan sonra birbaşa did she say gəlir. Bir doğrudur. O nəyi dedi? What said nəsə cansız bir şey danışa bilməz, deyə bilməz. Ona görə bu səhvdir. 3-də what was said during the presentation. 3 də doğrudur. 1-3. 4-də isə what'dan sonra birbaşa şey gəlməz. Ona görə səhvdir. İndi isə baxaq 128-ci testin izahına. Burada what'dan sonra bizə verilib. What'dan sonra did verilib, sonra assistant bring. 1 doğrudur. 2-də what brought the assistant? Nə gətirdi assistantı bu workshopa? Doğrudur. What will the assistant be? Bring yox, bringing olmalıdır. Zaman düsturundan tanıyırıq ki will be ing olmalıydı. Yəni bring sonra ing olmalıydı. Ona görə 3 yanlışdır. What will the assistant bring? Bu doğrudur. Be varsa ing olur, be yoxdursa ing olmur, eləcə olur. Ona görə burada cavab oldu 1, 2, 4. 130-cu testdə də baxırıq. When verilib, when'dən sonra nələr olur? Did she receive? 1 doğrudur. 2-də when'dən sonra bitmiş olmaz. Ona görə elə bunu birbaşa çıxaq. 3-də diddən sonra receive ed yox, receive olmalıydı. 4 isə doğrudur. 1, 4. Çünki was invitation receive yazılıb. 132-ci testə baxırıq. Who wrote the article? Kim yazdı məqaləni? 1 doğrudur. Who will be written article? Kim yazıldı məqalə? Bu yanlışdır. Kim yazdı olmalıydı. Who will write article? Kim yazacaq məqaləni? 3 doğrudur. 4-də isə who write yox, writes olmalıydı. Bu yanlışdır. 35-ci testin izahına da baxaq. 35-də bizə verilib. When'dən sonra when they hold bir düzdür. Onlar nə vaxt keçirirlər. 2-də who held keçmiş zamandı deyə istəmir. Ona görə 2 doğrudur. 3-də hold yox, holds olmalıydı. 4-də isə diddən sonra held yox, hold olmalıydı. Buna diqqət edin. Cavab oldu 1, 2, 136-cı testdə də baxırıq. Who taught the children? Kim öyrətdi uşaqları? 1 doğrudur. 2-də who will taught yox, teach olmalıydı. Bu yanlışdır.
3. Who will teach? Kim öyrədəcək uşaqları? Doğrudur. 4-də isə teach yox, teaches olmalıydı. Yəni teach olmalıydı. Ona görə bu da yanlışdır. 39-cu testdə də baxırıq. How many pieces of furniture-dən böldük. Birbaşa xəbər gəlib. 4-də bu yanlışdır. Did they buy? Bir doğrudur. Were bought alınacaq. Bu da doğrudur. Mabel bought alır onlar yox. Did they buy olmalıydı. Çünki onlar alır. Bought feili mübtədadan sonra yox, mübtədadan əvvəl olmalıydı. Ona görə cavab oldu 1, 2. İndi isə baxırıq 143-cü testin izahına. Why-dan sonra yazılıb. Why did the puppy bark? Bir doğrudur. Why barked birbaşa xəbər gəlməz. 3-də did də bark yan-yana gəlməz. 4-də birbaşa mübtəda gəlməz sual sözündən sonra. 5 isə doğrudur. Cavab oldu 1, 5. 44-cü testə baxırıq. How many students? Nə qədər, daha doğrusu how many times, nə qədər vaxt? Did the students visit? Bu doğrudur. 2-də how many times'dan sonra birbaşa mübtəda gəlib. 3-də how many times was the museum visited? Düzdür. Deyir ki, muzey neçə dəfə ziyarət olunub. 4-də how many times'dan sonra birbaşa student gəlib. 5-də də eyni qayda ilə sual sözündən sonra birbaşa feil gəlib. İndi isə 146-cı testin izahına baxırıq. Bir də whose backpack'dan sonra birbaşa did the boy borrow? Bir doğrudur. 2-də whose'dan sonra birbaşa daha doğrusu isim gəlməliydi ki, yanlışdır. 3-də what backpack'dan sonra birbaşa mübtəda gəlməz. Bu yanlışdır. 4-də isə diddən sonra borrow with olmaz. 5-də what did the boy borrow? Bu doğrudur. Oğlanlar nəyi aldılar? Demək cavab oldu 1, 5. Bu qaydalara əsasən digər testləri özünüz yazmağa çalışın ki, bu mövzunu tamamilə mənimsəyə biləsiniz. Növbəti, yəni həvl olan ifadələri isə növbəti videoda izah edəcəm. Kanalımızı bəyənməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Hər birinizə təşəkkürlər.